Snowed under. Bəs bu ifadənin mənası nədir? Gördüyünüz kimi ifadənin tərkibində qar var. Qar altında, sanki qar altında qalmış mənasını, hərfi mənasını verir. Bəs bu ifadənin əsl mənası nədir? Təsəvvür edin ki, qar yağır və siz bir yerdə qalırsınız. Yerinizdən tərpənmirsiniz. Çünki hər tərəfiniz qarla dolub. Hərəkət edə bilmirsiniz. İş də belə ola bilir. Bəzən sizə o qədər iş verirlər ki, sanki qarda boğulursunuz. Heç bir əlavə hərəkət edə bilmirsiniz. Yəni işlərin çoxluğu altında əzilmisiniz və ya hər şey üst-üstə yığılıb. Məsələn, I'm so snowed under with work. I haven't even had time to drink my coffee. Yəni işlərin çoxluğundan mən hələ kofemi içməyə belə vaxt tapa bilmirəm. Düşünün, qar altında qalmışsınız və yalnız başınız görünür və hər şey üst-üstə. İşdə də belə ola bilir. Hər iş bir-birinin üstünə yağır və sanki çıxılmaz bir vəziyyət yaranır. Bu ifadə məhz belə halı bildirir.